Hamıya salam. Bugün səhər yeməyinə blinçik hazırlamışam. Anamın resepti ilə. Bu südlə də. Məndə 2 resept var. Əsas biri qatıqla, biri südlə. Südlə ancaq anamın resepti ilə hazırlayırıq. Klasik reseptdə anam bizim üçün hazırlayırdı. İndi də biz öz uşaqlarımız üçün. Anamın bir tavası var, çuğun, ən gözəl onunla çıxır. Deməli 5 yumurtanı, ya 6 balaca yumurta, 4 yemək qaşığı şəkər və 1 litr süd qarışdırırıq. Sonra qatırıq 3 stakan, məndə stakan 200 qramlıqdır, 3 stakan un. Mikserlə qarışdırırıq ya da simlə, necə istəyirsiniz. Sonra qatırıq yarım çay qaşığı duz və yarım çay qaşığı soda. Bilmirəm niyə mama onu qatır, amma soda lazımdır. Sonra 6 yemək qaşığı bitki yağı. Deməli, xəmiri qoyuruq, ayrıca dincəlsin yarım saata. Sonra tavanı qızdırırıq və başlayırıq qızartmağa iki tərəfdən. Həmişə ət içliyi hazırlayırıq. Axır vaxtlarda xoşlayırıq kəsmiklə və kişmiş qatırıq. Ya da uşaqlar xoşlayırlar nutella ilə, ya elə-belə yeyirlər. Səhər yeməyinə də çox rahatdır. Bizdə bayramlarda, stol açanda blinçik, ətli blinçik həmişə olur. Nuş olsun.